ümumiyyətlə bir ölkə paytaxtdan ibarət olmamalıdır. Əgər yəni bu inkişaf paytaxtdan regionlara doğru genişlənsə, insanlarda regiondan paytaxta köçmək arzusu yaramayacaq. Çünki hamı bilir ki, təsviri yazına kimsə köçürür, hardansa gətirir. İndi işə götürənlər belə diplomdan daha çox bacarığa baxırlar. Yəni bacarıq həqiqətən önəmlidir ki, bu tələbə nəyi bacarır? Məncə konfliktin kökü daha çox valideynin sosial-emosional vəziyyətindədir. Bizim, yəni cəmiyyətimizdə bu çox rast gəlinən haldır ki, diplomu gəlirə çevirməkdən daha çox önəmli şey. Yəni belə dırnaq arasında bunu xüsusilə vurğulamaq istəyirəm. Bacarığı pula çevirmək lazımdır. Və mən də həmişə düşünürdüm ki, bu niyə mən olmayım? Dünyanın top universitetlərində təhsil almaq və karyerasını beynəlxalq şirkətlərdə davam etdirmək əksər gənclərin arzusudur. Lakin bəzi xaricdə təhsil almış gənclərimiz fədakarlıq göstərirlər, öz ölkələrinə, bəzən isə öz regionlarına qayıdıb oranın təhsil və inkişafına töhfə verməyə çalışırlar. Həmin nümunəvi gənclərimizdən biri bu gün qonağımızdır. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Dürrə xanım Hacıyeva. Xoş gördük Dürrə xanım. Necəsiz? Təşəkkür edirəm Turan müəllim. Çox sağ olun. Siz necəsiz? Təşəkkürlər. Dürrə xanım, bu gün biz sizin beynəlxalq təcrübələri qazanmağınızdan, bilikləri əldə etməyinizdən və onları vətənimizdə tətbiq etməyinizdən danışacağıq. Odur ki, düşünürəm biraz əvvəldən başlayaq. Sizin xaricdə təhsil planlarınız necə oldu, fikriniz necə yarandı və bu uğuru necə qazandınız? Təşəkkür edirəm. Əslində xaricdə təhsil almaq arzusu deyim ki, erkən yaşlardan başlayıb, əslində yox. Hətta Azərbaycanda bakalavr təhsili alarkən belə elə bir yəni xaricdə təhsil arzum əslində olmayıb. Yəni həmin vaxtı çox da əslində o qədər də populyar deyildi xaricdə təhsil. İmkanlar biraz az idi. Xaricdə təhsil almağa gedən tələbələrin sayı az idi. Əslində məndə xaricdə təhsil almaq arzusu yavaş-yavaş hansı dövrlərdən başlamışdı. Mən universiteti hələ yenilikcə bitirmişdim. Heç bəlkə də bir il olmaz idi. Müxtəlif mən sosial layihələrə qoşulurdum. O layihələrə qoşulduqca, istər-istəməz çevrə genişləndikcə və xaricdən əlaqələr qurmağa başladıqca artıq yavaş-yavaş məndə biraz daha belə xaricə açılmaq arzusu yaranmışdı. Yəni həmin istək əslində oradan gəlir. Elə həmin dövrlərdə bir mübadilə proqramına qoşulmuşdum və 2 aylıq Macaristanda müəllim kimi işləmişdim. Əslində o bir növ mənim xaricə çıxışımın bir başlanğıcı olmuşdu. Yaşıl işıq oldu sizin. Bəli, bir yaşıl işıq olmuşdu. Artıq ondan sonra mən başladım universitetləri araşdırmağa, xarici ölkə universitetlərinin təqaüd proqramlarını. Deyim ki, ilk dəfə belə araşdırandan alındı, xeyr, alınmadı. Müəyyən qədər uğursuzluqlar da oldu. Bəzən elə oldu ki, universiteti təqaüdü qazandım, ən sonunda vizadan kəsildim, amma yəni sonunda artıq 2022-ci ildə bu arzum reallaşdı. Və mən Böyük Britaniya və Şimali İrlandiya Krallığında University of Strathclyde Glasgow universitetində təhsil tədqiqatları üzrə magistr dərəcəsi almağa nail oldum və bunu deməli dövlət proqramı onda hələ yəni 2022 və 26-cı illər üçün artıq 28-dir. Dövlət proqramı yeni açılmışdı. Mən dövlət proqramının ilk belə deyək müraciət edən tələbələrdən idim. Belə. Çox sağ olun ki, reallıqları və tələbələrin qarşılaşa biləcəyi çətinlikləri də vurğuluyursunuz. Düşünürəm ki, bu da podkastda daha əlavə bir maraq qatacaq. Amma sualımız budur ki, niyə görə məhz bu universitet və məhz bu ixtisas? Demək, əslində çox insanda bir stereotip var. İnsan təhsil sahəsi üzrə ixtisaslaşırsa, təhsil alırsa, amma fikirləşir ki, sən müəllim olacaqsan. Əslində mənim məqsədim müəllim olmaq deyildi və bu təhsil aldığım təhsil tədqiqatları ixtisası da əslində bizə müəllimlik dərəcəsi vermir. Əslində mənim fikrim biraz daha fərqli idi. Hətta mən xatırlayıram, dövlət proqramı müsahibəsində belə məndən sual soruşmuşdular ki, əgər tutaq ki, sən bu proqramı qazansan və xaricdə təhsil alıb Azərbaycana qayıtsan, konkret olaraq burada nə işi görmək istərdin? Mən əvvəlki iş təcrübələrimdə onu qeyd edim ki, mən Azərbaycanda 5 il çalışdıqdan sonra magistr təhsil almağa getmişəm və əvvəlki təcrübələrim müxtəlif beynəlxalq təşkilatlarda, dövlət qurumlarında mənə göstərir ki, bizdə problemlər daha çox inkişafa ehtiyac olan hissə icmalardadır. Və mən də qeyd etmişdim ki, mən icmalara töhfə verən təhsil eksperti olmaq istəyirəm. Və təhsil tədqiqatları da elə sırf bunu ehtiva edirdi. Çünki bu proqramda daha çox sosial ədalət prinsipləri, təhsilin təhlili,
təhsildə müxtəlif araşdırmalar, yəni bu araşdırmalar kifayət qədər geniş miqyasdaydı və istədiyiniz belə deyək də cədvəli seçə bilərdiniz özünüzə, çünki orada seçmə fənləri də var idi. Burada təhsil siyasəti var idi, hansı ki müxtəlif ölkələrin təhsil siyasətləri analiz olunur və sən bunu öz ölkəndə sonra gəlib tətbiq edə bilərsən və yaxud da ki, başqa bir ölkədə fərqi yoxdur. Yəni onlar təhlil olunur və qarşılaşdırılır. Yəni bu proqram əslində daha çox digər universitetlərin verdiyi təhsil proqramlarından fərqlənirdi. Yəni bu müəllimliyi yox, daha çox elə icmalarla işi ehtiva etdiyinə görə mən bu proqramı seçmişdim. Çox gözəl. Vurğuladığınız kimi daha öncə də bakalavr təhsiliniz olub, magistr təhsilini almısınız Glasgow-da. Belə bir sual vermək istəyirəm ki, Glasgow-da aldığınız təhsilin buradakı təhsildən fərqi nədir? Və yaxud da biraz dəqiqləşdirsək, universitetdə hansı bilik və bacarıqları öyrənmisiniz və indi hazırda əmək fəaliyyətinizdə onları tətbiq etməyə çalışırsınız? Bəli. Əsas fərqdən başlamaq istəyirəm. Düşünürəm ki, ümumiyyətlə belə deyək, öz şəxsi təcrübəmdə müqayisə etsək, Azərbaycanda aldığım bakalavr təhsili ilə Böyük Britaniyada aldığım magistr təhsilini müqayisə etsək, düşünürəm ki, əsas fərq akademik azadlıqdır. Yəni akademik azadlıq deyəndə nə başa düşülür? Yəni tələbəyə bir iş verilir və tələbə buna özü sərbəst şəkildə işləyir. Məsələn, bakalavr dövründə daha çox belə idi ki, biz dərs öyrənirdik, gəlirdik, danışırdıq və müəllim bizə qiymət yazırdı. İmtahanlarda da əslində eyni formada. Yəni daha çox belə analizə əsaslanan sistem yox idi. Düzdür, artıq əlbəttə ki, fərq var. Doğrudur ki, biz irəliyə gedirik. Yəni nəzərə alsaq ki, mən 2014-18-ci illərdə bakalavr təhsil almışam Azərbaycanda. Fərq daha çox bundan ibarətdir. Yəni Böyük Britaniyadakı təhsilin üstün cəhətləri odur ki, sənə bir mövzu verilir, sən o mövzunu artıq araşdırırsan və həmişə mənim ən çox beynimdə qalan şey nədir? Professorlarımız bizə deyirdilər ki, bir mövzunu araşdıranda mənə təsviri yazı gətirmə. Çünki hamı bilir ki, təsviri yazını kimsə köçürür, hardansa gətirir və həm də nəyi qeyd edirdi ki, mənə bunun müsbət tərəflərini gətirmə. Çünki müsbət şeyləri hamı görür, amma mənfini hamı görə bilmir. Çünki analiz etmək istəmir insanlar. Və yaxud da ki, görsə belə ya bunu deməyə, ya cürət etmir deyim, nəsə belə şeylər olur. Əslində bu yaxşıdır. Çünki məsələyə tənqidi tərəfindən baxanda onun zəif tərəflərini görürsən və zəif tərəfini inkişaf etdirmək üçün ən axırda sən təkliflər verirsən ki, bu zəif tərəfi inkişaf etdirmək üçün mən nələr eləyə bilərəm. Və sizə deyim ki, bu analiz artıq insanda bir növ xarakterə çevrilir. Sən bunu gündəlik həyatında da tətbiq etməyə başlayırsan. Ona görə də bu yəni yaxşı fərqdir, qiymətləndirilə biləcək bir fərqdir. Bunları kollecdə necə tətbiq etmək məsələsinə gəldikdə isə əsas məsələ. Bəli, məlum olduğu kimi mənim hal-hazırda direktor olaraq çalışdığım kollec Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecidir, regiondadır. Və məlum məsələdir ki, yəni regionla paytaxt arasında əlbəttə ki, fərq var. Yəni deməzdim ki, onların hamısını əlbəttə ki, tətbiq etmək mümkündür. Belə deyək də, təhsil siyasətinin milliləşdirilməsi deyilən bir anlayış var. Məsələn, sən müxtəlif təhsil strategiyalarını öyrənirsən, təhsil siyasətini öyrənirsən. Amma burada əsas məqam olduğun coğrafiya və olduğun mühitə uyğun bunu uyğunlaşdıra bilməkdir və bu artıq sənin öz peşəkar bacarıq tələb edir. Yəni bunu heç bir universitetdə təhsillər olsun ki, öyrətmirlər. Sadəcə metodlar var. Artıq mühitə uyğun siz buna özünüz uyğunlaşdırmalısınız və mən də bu uyğunlaşdırmanı etməyə çalışıram. Əslində bizim kollecimizdə müsbət tərəf budur ki, region olaraq ümumiyyətlə Zaqatala kifayət qədər yeniliyə açıq, sosial bir regiondur. Ona görə də buradakı insanlar yeniliyə və dəyişikliklərə açıqdılar. Bəli, dildə açıqdılar, amma tətbiqə gələndə biraz fərqlər olur. Çox yox, amma biraz fərqlər olur. Yəni əsasən tətbiq etmək olur. İndi biz bunu yenə də mühitə uyğunlaşdırmağa çalışırıq. Məsələn, mənim birinci orada tətbiq etməyə başladığım şey ümumiyyətlə oradakı mühiti dəyişməkdir, ab-havanı dəyişməkdir. Məsələn, orada biz qaydaları, nizam-intizam qaydalarını dəyişdik, etik qaydaları düzəltdik. Yəni bir mühitdə, yəni inkişafın başlaması üçün ən birinci o mühitdə çalışanların bir-birinə qarşı münasibəti. Müəyyən konkret nümunələr desəz daha yaxşı olardı məncə. Çünki yəqin ki, izləyicilərimiz arasında region məktəb və kolleclərində, universitetlərində fəaliyyət göstərən həm rəhbərlik səviyyəsində, həm müəllim olaraq fəaliyyət göstərən dəyərli izləyicilərimiz olacaq və bu real кейslər onlar üçün daha da faydalı ola bilər. Bəli, konkret nümunəni onu deyək ki, əslində
biz təhsil sistemini daha çox tələbə yönümlü təhsil sisteminə keçirməyə çalışırıq və bundan başlamışıq. Yəni bizim əsas fokusumuz təhsil alan olmalıdır. Yəni belə deyək, ümumiyyətlə hər layihədə belə bir şey var da, fayda verən və faydanı alan tərəf və alan tərəf həmişə bizim daha çox fokusumuz olmalıdır. Çünki biz xidmət göstərən tərəfik. Yəni əslində biz tələbələrə xidmət göstəririk, belə deyək. Ona görə də təhsili tələbə yönümlü təhsil sisteminə keçirmə istiqamətində addımlar atmışıq. Dediyim kimi etik qaydaları ilk öncə çıxartdıq. Yəni belə deyək də, yəni mühit daxilində təhqir etmək, qışqırmaq, nalayiq ifadələr işlətmək, yəni bu kimi hallar qəti şəkildə yol verilməzdir və tələbə yönümlü təhsil dedikdə də nə nəzərdə tutulur? Dediyim kimi akademik azadlıq. Yəni tələbəyə daha çox əzbərçilikdən daha çox müstəqil formada işlərin verilməsi. Yəni əsas fokusumuz başlayanda bu olub və bunu da yəni daha çox inkişaf elətdirmək və daha irəliyə getmək niyyətindəyik. Bu bəlkə də bəzi tələbələr üçün inqilabi dəyişiklik kimi də görsənə bilər. Çünki bilirik ki, əsasən kollecə qəbul olmaq üçün əzbərçilik üsulu ilə imtahanlara hazırlaşan tələbələr olur və onlar kollecə daxil olduqdan sonra artıq bir şok effekti yaşayırlar. Görürlər ki, burada tapşırıqların həlli fərqli tələb olunur. Yəni artıq araşdırma verilir, tədqiqat verilir, özləri sərbəst şəkildə müəyyən nəticələr əldə edib onu təqdim etməlidirlər. Maraqlısı budur ki, tələbələr bunu necə qarşılayırlar və bu dəyişikliyə öyrəşmək üçün adaptasiya müddəti nə qədər çəkir? Bəli. Deməli, əslində mən bilirdim ki, bu fərqlər ortaya qoyulandan sonra biraz fərqli yanaşmalar ola bilər. Bu kiməsə çətin gələ bilər, kimsə etiraz edə bilər və bunu düşünərəkdən əslində mən biraz fərqli strategiya qurmuşdum. Onu qeyd edim ki, mənim anam pedaqoqdur. Uzun illər müəllim olaraq çalışıb. O həmişə deyirdi ki, məncə bir tələbənin əsası, yəni istəyirsən ki, tələbə yaxşı nəticə göstərsin, ilk növbədə tələbəyə özünü sevdirməlisən. Əslində mən özüm də bu strategiya üzərindən getməyə çalışıram. Məsələn, mən dediyim kimi yeni gedəndə biz akademik şeylərdən əvvəl ilk 1-2 ay daha çox sosial şeylərə fokuslandıq. Məsələn, tələbələri həmişə belə ruhlandırmağa çalışmışam ki, yəni tələbənin fikri olanda, təklifi olanda gəlsin desin, biz təklifləri eşitməyə açığıq. Yəni onlar bilsinlər ki, bizim səsimiz eşidilir, bizim fikrimiz önəmlidir, biz önəmliyik. Yəni istəyirəm ki, onlar özlərini dəyərli hiss eləsinlər. Məsələn, kollecdə sosial tədbirlərin sayını artırdıq. Bu tədbirlər indi sosial tədbirlər tələbələrə maraqlı gəlir. İstərsiniz tədbirin sonunda rəqs eləyirlər, bir networking yaranır. Ona görə də ilk 1-2 ayda biz bu şeyləri etdikdən sonra istərsiniz sən artıq başlayırsan tələbənin sevgisini qazanmağa və artıq sizin növbəti atdığınız addımları onlar daha rahat qəbul edə bilirlər. Artıq sizi sevməyə başlar. Bəli, sevə-sevə. Artıq onlar dərk edirlər ki, biz bunu həqiqətən onlar üçün edirik. Yəni özümüz üçün etmirik. Ona görə də onlara çətin gəlsələr də mən amma deyim ki, öhdəsindən gəlirlər. Bəli. Məsələn, imtahan proseslərində də biz qaydaları kifayət qədər ciddiləşdirmişdik. Amma yəni biz belə kəskin bir qarşıdurmaya rastlaşmadıq bunu edərkən. Yəni düşünürəm ki, ilk öncə biraz belə strateji yanaşmaq lazımdır deyə düşünürəm ki, bizim qoyduğumuz qayda, yəni tətbiq etdiyimiz qaydalar deyək ki, belə kəskin etiraz yaratmasın. Onsuz da bu bəllidir ki, dərslərinə mütəmadi hazırlaşmış, araşdırmalar eləmiş tələbələrin imtahanı da çox uğurlu olacaq. Yəni bu gözlənilən bir həqiqətdir. Növbəti sualımız isə təhsildə yazılmamış qanun, xüsusən Azərbaycanımızda müşahidə olunan bir yazılmamış qanun var. Bəzi insanlar elə bilir ki, bütün hallarda paytaxtda yerləşən universitet və kolleclər regiondakılardan daha üstündür. Bu da bəzən regionda təhsil alan tələbələrdə biraz özgüvən azlığı ilə müşahidə olunur. Ümumiyyətlə bu problemi siz necə aradan qaldırırsınız və regionda təhsil alan şagirdləri kollecə, region kollecinə necə həvəsləndirirsiniz? İlk öncə bu dediyimiz paytaxt və regionda bu təhsilə əlçatanlıq məsələsindən fərqdən danışmaq istəyirəm. Mən ümumiyyətlə düşünürəm ki, bu məsələdə problem bazadadır. Yəni bunu əslində dəfələrlə qeyd etmişəm. Yəni çox yerdə qeyd edirəm. Çünki yəni ümumiyyətlə bir ölkə paytaxtdan ibarət olmamalıdır. Əgər yəni bu inkişaf
paytaxtdan regionlara doğru genişlənsə, insanlarda regiondan paytaxta köçmək arzusu yaramayacaq. Əgər düşünsə ki, bizim olduğu mühitdə inkişaf var, oradakı imkanlar burada da var, sosial ədalət prinsipi deyək. Əslində bu təmin olunsa, bu yəni köçmə məsələsini biz müəyyən qədər qarşısını ala bilərik. Bu təmin olunsa, niyə görə Zaqatala kimi cənnət məkanı qoyur, başqa bir bölgəyə köçək? Başqa bölgəyə köçək, bəli, razıyam. Düzdür, bunu əlbəttə ki, birdən-birə dəyişmək çətindir. Yəni sistem bir gündə qurulmur, birdən-birə alınmır, amma yəni ən azından yəni belə biz çalışırıq ki, bizim tələbələrimizə regionda o mühiti verə bilək, o şəraiti yarada bilək ki, yəni onlar da başa düşsünlər ki, əslində bu kollecin digər kollecdən əslində heç bir fərqi yoxdur. Ona görə biz hər hansı bir sosial tədbirlər eləyəndə bunun kollec daxili yox, hətta bəzən regiona təsir edəcək layihələr çərçivəsində etməyə başlayırıq. Məsələn, biz yeni il öncəsi çox böyük bir yarmarka təşkil etmişdik. Yəni bu yarmarka bütün rayon ictimaiyyətinə açıq idi, təkcə kollecə yox. Yəni çox böyük bir regiona səs gətirən bir layihə olmuşdu bu layihə. Yəni ona görə də bu tipli tədbirlərin sayını artırmaq istəyirik ki, inkişaf təkcə ümumiyyətlə kollecdə yox, biz ümumiyyətlə bütöv regiona töhfə verək. Və istərsəməz bu yayıldıqca, genişləndikcə artıq insanlar inkişaf görür. Yəni biz də istəyirik ki, bu qaçmanın qarşısını alaq. Yəni regionda bərabər iş imkanları olsun, bərabər təhsil imkanları olsun. Bilirəm bu çətindir, amma yəni insan biləndə ki, ən azından əlindən gələnin ən yaxşısını edir bunun üçün. Bu insana hardasa bir motivasiyadır. Bəli. Uğurlar sizə bu çətin və məsuliyyətli işinizdə. Digər bir məsələ var ki, kollecin inkişafı yalnız direktorun səyləri nəticəsində əldə olunmayacaq. Təbii ki, burada geniş bir komanda işinə, istər sizin köməkçiləriniz, müavinləriniz olsun, istər müəllim heyəti olsun, təbii ki, rol almalıdır inkişaf prosesində. Bəs işçi heyətinin inkişafını necə təşkil edirsiniz? Deməli, əlbəttə ki, müsbət iş ərsəyə gətirmək üçün komanda şəklində çalışmaq lazımdır. Yəni biz də həmişə işdə iclas keçirəndə, görüşəndə bunları qeyd edirik. Mən əməkdaşlarıma təşəkkür etmək istəyirəm ki, bu yolda onlar mənim yanımdadılar, inkişafa açıqdılar. İstər müəllimlərimiz olsun, istər digər əməkdaşlar, inzibati heyət, texniki heyət. Ən azından bəzən nəsə edə bilməsələr də, ən azından dildə ən azından dəstəklədiklərini dilə gətirirlər. Çünki mən fərqindəyəm ki, həqiqətən regionda çox yaxşı mütəxəssis tapmaq kifayət qədər çətindir. Elə bildiyimiz məlum məsələyə görə. Çünki özünü inkişaf elətdirənlər hamısı ya paytaxta gedir, ya xaricə köçür və s. Ona görə regionda biraz çətindir. Bəzən elə olur ki, məsələn, biz nəsə yeni layihə eləyirik, yeni strategiyalar qururuq. Bəzən elə olur ki, müəyyən staff bu tələbə bəzən elə olur ki, cavab verə bilmir. Yəni bu insan bu qədərdir, yəni bu qədərini bacarır da, belə deyək. Amma bəzən elə olur ki, o komponentin içindəki kiçik bir hansısa bir komponentə töhfə göstərir. Yəni bu belə artıq bizim üçün önəmlidir. Yəni komanda işi elə bundan ibarətdir. Yəni onsuz da bütöv bir işi bir nəfər görə bilməz, komanda halında olmalı. Yəni bu baxımdan əslində mən əməkdaşlarımızın və müəllimlərimizin fəaliyyətindən razıyam. Əla. Dürrə xanım, uzun illər ölkədə belə bir tendensiya olub ki, universitet təhsili mütləq şəkildə kollec təhsilindən yüksək hesab olunub və insanlar düşünürdü ki, 9-cu sinifdə ən zəif nəticə göstərən şagirdlər kolleclərə yönəlirlər və 50 bal, 60 bal yığmaqla kollecə qəbul ola bilirdilər. Amma sevindirici hal budur ki, son illər bu reallıq artıq dəyişib və görürük ki, 150, bəzi hallarda 200 bal üzəri kolleclərə qəbullarımız olur. Bu artıq təhsildə də, şagirdlərin təhsilə yanaşmasında da müsbət dəyişiklikləri göstərir. Valideynləri və 9-cu sinif şagirdlərini hazırda ixtisas seçimi dönəmində yaşayırıq. Bu prosesdə necə həvəsləndirə bilərsiniz və valideyn və şagirdlərə bir kollec direktoru olaraq sözləriniz nə olar? İlk növbədə bu kollec və universitet fərqindəki kiçik bir stereotip məsələsini qeyd etmək istəyirəm. Əslində çox insanlar fikirləşir ki, qəbul balı daha az olan tələbələr kolleclərə üst tuturlar. Bu baxımdan yəni kollec təhsilini biraz daha aşağı səviyyədə aşağı hesab edirlər, bəli. Amma bir məsələni qeyd etmək istərdim ki, məlum olduğu kimi kolleclərə həm 11-dən qəbul həyata keçirilir, həm də 9-cu sinifdən qəbul həyata keçirilir. Bir məsələni qeyd etmək lazımdır ki, 9-cu sinifdən qəbul həyata keçiriləndə tələbə bu 100 neçə balı 700 bal üzərindən yığmır, 300 bal üzərindən yığır. Yəni bunu qeyd etsək və
əgər maksimum bal 300 baldırsa və tələbə 100 neçə balla kollecə qəbul olursa, bu əslində kifayət qədər yaxşı göstəricidir. Bunun əslində nəyi pisdir? Məsələn, tələbə gəlir, bu tələbə onsuz da 10-11-i məktəbdə oxuyacaq. 10-11-i məktəbdə oxumur, gəlir kollecdə oxuyur. Əslində mən əksinə deyərdim ki, bu çox belə yaxşı istifadə olunmalı bir fürsətdir. Yəni düşünürəm ki, valideynlər və tələbələr bu fürsətdən istifadə etməlidirlər. Yəni həm bu qədər 10-cu, müddət 11-ci ərzində təhsilini alır, həm də peşəkar təhsil alır. Bəli, həm də peşəkar təhsil alır, su bakalavr dərəcəsi alır və əgər bu tələbə yaxşı göstəricilər göstərərsə, ortalama göstəricisi yuxarı olarsa, onsuz da imtahansız formada yenə də əgər istəyirsə, ali təhsil müəssisələrinə keçə bilər imtahan vermədən. Bəli. Yəni bu əslində çox yaxşı fürsətdir deyə düşünürəm. Sadəcə burada əsas məqam mən düşünürəm ki, promotion məsələsidir. Yəni həqiqətən bunu biz daha çox çalışırıq, ictimailəşdiririk. Bu baxımdan əslində biz özümüz də addımlar atırıq. Məsələn, məlum olduğu kimi kollec və universitetlərə sənəd qəbulu üçün son tarix 5 mart idi. Bəli. Artıq elə bu gündür. Bəli. Bu gün bitir. Biz 5 marta qədər regionun uzaq kənd məktəblərinə səfərlər təşkil etmişik. Bəli, broşurlarımız bizim var. Artıq Bəli. peşəkar broşurunu hazırlamışıq kollecin. Broşurları da götürüb gedərək deməli uzaq kənd məktəblərində hansılar ki, əsasən məlumatları olmur, məlumatsız olurlar. Onlara məlumat vermək üçün ki, biz bu xidmətləri göstəririk. Siz müraciət edə bilərsiniz. Son tarix 5 martdır. Yəni müraciətə ehtiyacınız olarsa biz sizə dəstək göstərə bilərik. Yəni bu tanıdılma çox önəmlidir. Düzgün məlumatlandırma olduğu təqdirdə mən düşünürəm ki, biz bu stereotiplərin qarşısını ala bilərik. Elə mənim də əsas məqsədim budur. Düşünürəm ki, uğurlu olacaqsınız. Dürrə xanım, verilişə hazırlaşarkən mən sizin sosial şəbəkə hesablarınızı izlədim və gördüm ki, kollecdə demək olar ki, əsaslı dəyişikliklər edirsiniz. Hətta loqonun dəyişməsindən belə başladınız. Bu bəzən kiçik addım görsə də əslində çox ciddi bir dəyişiklikdir. Xüsusən tələbələrdə bir özgüvən yaradır. Digər diqqət çəkən məqam kollecdə sosial tədbirlərin təşkili idi və hiss olunurdu ki, şagirdlər bunları gözləmirdilər və tamamilə yenilik olmuşdu şagirdlər üçün. Növbəti əlamətdar məqam isə kollecin təmiri ilə bağlı idi ki, uzun illər təmir olunmadığı hiss olunurdu, divarlar, dəhlizlər və s. Amma siz demək olar ki, əsaslı bir təmirə nail olmuşdunuz. Bu qədər çətinlik, bu qədər işin öhdəsindən necə gəlirsiniz? İlham mənbəyiniz nədir? Belə deyək. Əslində mənim ilham mənbəyim, biraz sualı başdan başlayacağam icazənizlə. Əslində ilham mənbəyim elə regionun özüdür. Məsələn, çox insan məndən soruşur ki, siz özünüz də soruşdunuz, məsələn, niyə bu ixtisası seçdiniz? Niyə ümumiyyətlə regiona qayıtdınız? Mən sizə regiona qayıtmağımın səbəbini deyim. Bu əslində mənim daha çox şəxsi hekayəmlə biraz əlaqəlidir və biraz da peşəkar təcrübələrlə. Yəni siz əlinizdə olan diplomla doğrudan da Bakıda çox asanlıqla müxtəlif və çoxsaylı iş təklifləri ala bilərdiniz. Bəs nə üçün regiona üstünlük verdiniz? Niyə regionda işləməyi üstün tutdunuz? Bəli, onsuz da elə paytaxtın özündə də təkliflər kifayət qədər çox idi. Yəni yeni qaydanda doğrudur. 1 il Bakıda işlədim, amma region təklifi gələndə artıq mən bu təklifi dəyərləndirdim. Şəxsi hekayəm ondan ibarətdir ki, mən özüm Ucqar kənd məktəbində təhsil almışam, orada doğulmuşam. O məktəbi bitirmişəm və mən universitetdə buradan qəbul olmuşam həmin məktəbdən. Çünki elə mənim təhsil aldığım məktəb də, yəni kifayət qədər zəif infrastrukturlu məktəb idi. Və yəni kifayət qədər əziyyət çəkirdik, açığını desəm. Bəlkə də bu şəxsi hekayə məni belə deyək, təhrik elədi ki, mən artıq geri qayıdıb, bəli, geri qayıdıb töhfə vermək imkanım varsa, bunu edən şəxs elə mən olum. Ona görə də mən istəyirəm ki, eyni formada, yəni mənim kimi daha zəif infrastrukturda təhsil alan, təhsilə əlçatanlığı az olan tələbələrə mən dəstək göstərim. Məsələn, o vaxtı başa düşürəm imkanlar az idi. Məsələn, bizə dəstək göstərən olmayıb, amma bu empatiya hissi insanı qoymur da. Mən istəyirəm ki, mən onlara belə töhfə verim. Əslində mənim hekayəm daha çox bundan ibarətdir. Bir də qeyd eləmişdim ki, 5 il Azərbaycanda çalışmışam. Elə 5 il Azərbaycanda çalışanda da mən onda beynəlxalq bir təşkilatda çalışırdım. Biz onda da icmalarla, regionlarla çox işləyirdik, regionlara səfər edirdik və yenə onda da eyni şeyləri müşahidə edirdim ki, həqiqətən burada yaşayan insanların bir ələ ehtiyacı var. Yəni bir nəfərin onların əlindən tutmasına ehtiyacı var. Və mən də həmişə düşünürdüm ki, bu niyə mən olmayım? Yəni mən düşünürəm ki, bu şəxsi karyeradan daha çox belə sosial təsir göstərə bilməkdir. Bəzən
nələrisə bəzən bir şey insana çətin gəlir. Düşünürsən ki, bir insanın bunu dəyişməyi çətindir. Məsələn, anam mənə həmişə deyir ki, sən çox ədalət axtarırsan. Bəzən bir insanın bir şeyi dəyişməyi çətindir. Məsələn, mən həmişə xatırlayıram ki, marketdə, xəstəxanada növbə gözləyəndə insanlar bu növbə prinsipinə əməl etməyəndə mən biraz orada bəzən belə arqumentlər yaşanırdı müəyyən. Amma bir məsələ var ki, o sözü o insana orada deyəndə o istər-istəməz çəkinir, onu bir də eləmir. Yəni əslində bir insanın mən təsir gücünə inanıram. Eyni formada da bizim kollecdə. Yəni bir insan ola bilər ki, bunu bir insan dəyişmir. Kollecdəki o mühiti mən təklikdə dəyişmirəm, amma mən təsiri yarada bilirəm. Mən bunu düşünürəm. Bəli. Ona görə də bu təsiri artıq gözlə görmək olur. Məsələ bundan ibarətdir. Bir yola bir var ki, təxmini oradan-buradan soruşa-soruşa gedəsən. Bir də var əlində konkret xəritə var. Bəli, xəritə ilə daha düz, məqsədli şəkildə və daha tez məqsədə çatırıq. Ona görə biz kollecin inkişaf planını hazırlamışıq. Yəni orada qarşısında məsələn hansı vaxtda, hansı tarixdə hansı işi görəcəyik, hansı layihəni həyata keçirəcəyik. Düzdür, yeni təşəbbüslər yarandıqca əlbəttə ki, biz onları həmin bu inkişaf planına əlavə edirik. Yəni inkişaf planı bizim çox əlimizdən tutur. Bunun üzərindən gedirik və əlbəttə ki, məsuliyyətin paylaşdırılması və bölüşülməsi. Məsələn, bu inkişaf strategiyasındakı artıq layihələrin biz bir çoxunu həyata keçirmişik. Məsələn, bizim rəqəmsal kollec layihəmiz var. Rəqəmsal kollec layihəsi bu layihənin içində bir çox alt komponentlər fəaliyyət göstərir. Məsələn, ilk olaraq biz rəqəmsal bacarıqlar kursu adlı bir kurs fəaliyyətə başlatdırdıq və burada tələbələr ödənişli şəkildə kompüter kursları öyrənirlər, süni intellekt alətlərindən istifadə etməyi öyrənirlər, prezentasiya hazırlamağı öyrənirlər. Hansı ki, məsələn, biz tələbəyə tələb qoymuşuq ki, sən sərbəst işi prezentasiya halında verməlisən, əl yazısı götürülməyəcək, Word götürüləcək. Bu tələbi qoymuşuqsa biz tələbəyə, tələbənin onu edə bilməsi üçün artıq biz şərait yaratmalıyıq və biz də bu şəraiti yaradırıq ki, onlar kompüter bacarıqlarına yiyələnsinlər. Bu çox önəmlidir. Təmir məsələsinə gəldikdə isə bəli, yəni dövlətimizə həqiqətən təşəkkür edirəm ki, bu şəraiti bizim üçün yaratdılar. Yəni kollecimiz əsaslı təmir olunur həm də. Həm əsaslı təmir olunur, həm yeni avadanlıqlar verilir. Artıq müəyyən sayda kompüterlərimiz gəlib, bunun sayının artırılması gözlənilir. Yəni düşünürəm ki, istər-istəməz onlar da müşahidə edəndə ki, burada yəni çalışırlar, burada inkişaf var. Əlbəttə ki, dövlət də öz dəstəyini göstərir. Bu layihədən başqa bizim bir müəllimin sirri layihəsi də var. Hansı ki, yəni əlbəttə ki, tələbələrin inkişaf eləməsində sözsüz ki, müəllimin rolu danılmazdır və biz də müəllim əməyinin dəyərini önə çəkmək üçün belə bir layihə başlamışıq. Biz hər həftə bir müəllimimiz haqqında, o müəllimin şəxsi təcrübələrinə dayanan bir post paylaşırıq. Müəllim haqqında, onun təcrübələri və ən sonda müəllim bizlə bir sirrini bölüşür ki, məsələn, mənim pedaqoji sahədə sirrim nədir? Yəni hansı üsullarla, hansı metodlarla mən tələbələrimi inkişaf elətdirə bilirəm? Bu istər-istəməz müəllimlərdə də bir motivasiya yaradır ki, yəni mən dəyərliyəm, mən önəmliyəm. Yəni ümumiyyətlə istəyirik ki, insan kapitalına dəyər verək. Bura tələbə də daxildir, bura müəllim də daxildir, bura digər əməkdaşlar da daxildir. Ona görə bu sahədə bir çox layihələr həyata keçirməyə çalışırıq. Sizi dinlədikcə Qriqori Petrovun İdeal müəllim əsəri yadıma düşür. Orada da bənzər bir situasiya var. Professor öz akademik fəaliyyətini yarımçıq qoyub qayıdır. Öz bölgəsindəki məktəbdə şagirdlərin inkişafına dəstək olur. Dürrə xanım, növbəti sualımız təhsildə qiymətləndirmə və inkişafın meyarıdır. Təəssüflər olsun ki, əksər hallarda valideynlər təhsilin keyfiyyətini, şagirdin uğurunu birbaşa yazılan qiymətlə ölçürlər. Yəni şagird 5 aldısa vəssalam bu uğurludur, amma düşünmürük ki, ola bilər ki, şagird dostundan köçürdü, ola bilər əzbərləyib, imtahandan bir gün əvvəl qiymət alıb və sonra tezdə yadından çıxacaq. Və yaxud da əksi də olur. Məsələn, bir şagird 4 alan kimi, aşağı qiymət alan kimi, 10 üzərindən 8-9 alan kimi artıq danlamalar başlayır. Ümumiyyətlə, sizə görə təhsildə qiymətləndirmə necə olmalıdır və uğurlu şagirdin meyarı nədir? Uğurlu şagirdi biz hansı meyarlarla ölçə bilərik? Deməli, qiymətləndirmə məsələsinə gəldikdə biz ümumiyyətlə çalışırıq ki, kolleci daha çox düzdür, əlbəttə ki, bir müəssisə bizə təhsil verir, ən sonunda bizə diplom verir, amma
bununla yanaşı biz istəyirik ki, artıq məlum məsələdir ki, yəni təhsil səriştə yönümlü təhsilə doğru gedir. Bu istiqamətdə addımlar aparılır. Biz də istəyirik ki, tələbələrə yəni akademik bacarıqlardan əlavə dünya görüşü öyrədək. Biz istəyirik ki, yəni bu kolleci bitirən məzunlar əmək bazarında öz yerini tapa bilsinlər. Çünki məlum məsələdir ki, indi işə götürənlər belə diplomdan daha çox bacarığa baxırlar. Yəni bacarıq həqiqətən önəmlidir ki, bu tələbə nəyi bacarır. İndi biz də istəyirik ki, bu istiqamətdə addımlar ataq. Qaldı ki, məsələn, imtahan nəticələrindən hansı tələbə 5 aldı, 4 aldı, köçürdü. Köçürmə məsələsini ümumiyyətlə xüsusi olaraq vurğulamaq istəyirəm ki, biz imtahan deməli proseslərində də çox ciddi dəyişikliklər etmişik. Yəni köçürmə məsələləri həqiqətən qətiyyən yol verilməzdir ki, bu yenə də ədalət prinsipinə toxunur ki, yəni daha dərslərə zəif verən, oxumayan tələbə köçürdü, 5 aldı, digəri daha nəticəsi aşağı oldu. Bu əlbəttə ki, tələbələr arasında motivasiyanı aşağı salır. Bu qətiyyən yol verilməzdir. Bu istiqamətdə strateji addımlar atırıq. Və mən ümumiyyətlə deyərdim ki, bu fərqin aradan qaldırılması üçün nə etmək lazımdır? Əlbəttə ki, əzbərçilik sistemini yığışdırmaq lazımdır. Əgər əzbərçilik sistemini biz yığışdırsaq, bu bərabərsizliklər olmayacaq. Hər bir tələbəyə müstəqil iş verəndə, artıq tələbə həqiqətən burada öz real işini göstərəndə əsas qiymətləndirmə burada olacaq. Yəni əlbəttə ki, ədalətli qiymətləndirmədən söhbət gedir. Yəni əzbərçilik sistemindən çıxsaq məncə elə bu ədalət məsələsi də bərpa olunacaq. Çünki istərsəməz tələbə maraqlı bir layihəyə ortaya çıxaranda, maraqlı bir araşdırma ortaya çıxaranda, məsələn, elə tələbə var ki, onun əzbəri güclüdür. Burada dərsi danışdı, sabah yenə unutdu. Elə tələbə var, məsələn, çox yaxşıdır, araşdırma bacarıqları var, amma sosial olaraq özünü yaxşı ifadə edə bilmir, bildiklərini bəzən dilə gətirəmir. Yəni biz belə tələbələrlə çox rastlaşırıq. Ona görə də bunların qarşısını almaq üçün düşünürəm ki, əzbərçilik sistemini artıq yavaş-yavaş aradan qaldırmaq lazımdır. Bəzi tələbələr üçünsə kollec sadəcə bir körpüyə bənzəyir. Çünki onlar subbakalavr kimi təhsil alıb, qiymət alıb, universitetə keçmək arzusu ilə kollecə yaxınlaşırlar. Və ona görə də bəzən kollecdə təhsilə biraz həvəssiz yanaşmalar da müşahidə oluna bilir. Beynəlxalq təcrübənizə əsasən hər kollec bitirən tələbə universitetə getməlidirmi? Və yaxud da universitet diplomu olmadan da kollec diplomu ilə kifayət qədər iş qurmaq, iş tapmaq, hətta özəl biznes yaratmaq olarmı? Və bu hansı kollec ixtisaslarında daha çox əl çatandır? Əslində bununla bağlı çox yaxşı nümunələr mən sizə təqdim edə bilərəm. İlk nümunə elə bizim kollecimizin özünün yaradılma tarixi ilə bağlı olacaq. Bizim kollecimizi deməli məşhur seleksiyaçı alim Əhməd Rəcəbli təsis edib. Əhməd Rəcəbli özü İtaliyada təhsil alıb və geri qayıdıb, yəni Əhməd Rəcəbli Zaqatalalı deyildi. Amma o da geri qayıdanda Zaqatalaya gəlməyi seçir. Çünki onun ixtisasına görə Zaqatala regionu çox önəmlidir və burada araşdırma aparmaq onun üçün daha maraqlı olur və gəlir Zaqatalaya 1924-cü ildə Zaqatala kollecini təsis edir. Əslində bunun adı daha əvvəl Zaqatala kənd təsərrüfatı texnikumu idi. Yəni bunun daha əvvəlki adı sadəcə dəyişilirdi. Yəni kollec eyni kollecdir əlbəttə ki və burada direktorluq edir. Yəni ondan sonra bu kollecdən bir çox məzunlar çıxır, hansı ki o məzunlar artıq Azərbaycanın tanınmış alimləridir. Abdullah Muxtarov və həmçinin İmam Mustafayev bizim kollecimizin məzunları olublar. Yəni onlar da kollec məzunu olublar, ancaq alimdilər və Azərbaycan elminə, təhsilinə həqiqətən çox dəyərli töhfələr verən şəxslər olublar. Elə bizim indiki dövrdən də götürsək, bizim məzunlarımız da mən sizə deyim ki, elə tələbələr var ki, buradan kollecdən universitetə keçməyiblər, amma müəyyən qurumlarda iş tapıblar, yaxşı qurumlarda işləyən var. Hətta bir neçə xarici şirkətlərdə çalışan bizim tələbələrimiz də var ki, sadəcə kolleci bitiriblər. Yəni əsas məsələ o dərəcə deyil həqiqətən. Tələbənin orada hansı bacarığı qazanmasıdır. Bu həqiqətən çox önəmlidir. Ona görə biz də çalışırıq ki, tələbə o bacarığı orada qazana bilsin. Çünki bəzən elə olur ki, kollecdən universitetə gedəndə də bilirsiniz ki, müəyyən kvota var da, bütün tələbələr düşə bilmirlər universitetə. Ona görə biz də istəyirik ki, o kollecdə qazandığı bacarıq o tələbəyə iş tapmağa kömək edə bilsin. Bunun üçün çalışırıq. Məsələn, bunun üçün biz nələr edirik? Əlbəttə ki, bir çox yerli və beynəlxalq qurumlarla əməkdaşlıq qurmağa çalışırıq. Məsələn, sizə bir nümunə deyəcəm. Biz
Bizdə 5 ixtisas fəaliyyət göstərir. Bunlar mühasibat uçotudur, telekommunikasiya şəbəkələri və xətləri, nəqliyyat vasitələrinin texniki istismarı, baytarlıq və aqronomluq. Mən sizə deyim ki, bu dəqiqə bizim ölkəmizdə həqiqətən ən çox tələb olunan sahələr elə baytarlıq və aqronomluqdur. Çünki kənd təsərrüfatı sahəsinə həqiqətən önəm verilir. Bu sahədə mütəxəssislər axtarılır. Mən özüm də daha əvvəllər bu sahədə layihələr idarə etmişəm, çalışmışam və həqiqətən reallıq budur ki, biz bu sahədə Azərbaycanda mütəxəssis tapa bilmirdik. Yəni, bu problem idi. Və təəssüf ki, insanlarımız da ilk dəfə eşidəndə hətta inanmaq istəmirlər ki, doğrudan da bu sahələrdə mütəxəssis axtarılırmı? Bəli. Doğrudan da biz bu sahədə təhsil alsaq, gələcəkdə iş imkanlarımız deyilən qədər yüksək olacaqmı? Ona görə maarifləndirmə çox önəmlidir. Məsələn, biz tələbələrimizi telekommunikasiya şəbəkələri və xətləri tələbələrini Azərkosmosa aparmışdıq. Yəni bu bizim üçün kollecimiz üçün çox böyük bir uğurdur. Yəni Azərbaycan Respublikasının Kosmik Agentliyi bizim ölkəmizdə həqiqətən ən reputasiyalı qurumlardan biridir və biz artıq o səfərdən, görüşdən qayıdandan sonra bizim tələbələr getdilər, orada tanış oldular. Hətta biz onların bu yerüstü peyk sistemlərinin idarə olunduğu məntəqələrinə də getdik. Tələbələr şəxsən orada onları gördülər və biz geri qayıdandan sonra onlara məktub yazdıq ki, bəs biz sizinlə əməkdaşlıq etmək istəyirik və həqiqətən çox sevindik ki, onlar bizim əməkdaşlıq təklifimizə müsbət geri dönüş etdilər. Yəni bu bir kollec səviyyəsində həqiqətən yaxşı bir göstəricidir deyə düşünürük. Amma əlbəttə ki, tək əməkdaşlıq etdiyimiz qurum Azərkosmos deyil, digər əməkdaşlıq etdiyimiz qurumlar da var. Hətta ümumiyyətlə artıq çalışırıq ki, digər xarici ölkələrin təhsil müəssisələri ilə biz əməkdaşlıq edək. Bu artıq gözlənilir, hətta deyim ki, in progress-dir. Bəli, onlardan geri dönüş alırıq. İzləyən tələbələrimiz üçün də xoş bir xəbər olacaq. Bəli, yəni hər şey tələbələrimiz üçündür. Və bir də dediyimiz bu aqronomluq, baytarlıq məsələsinə gəlmək istəyirəm. Bizdə bir neçə dəfə olub ki, bir valideyn övladını gətirib gəlib ki, bəs mənim qızım baytarlıq ixtisasına düşüb, amma təhsil almaq istəmir. Bir də bizim ölkədə belə bir stereotip var. Mən bunu həmişə deyirəm. İnsanlar düşünürlər ki, əgər bir tələbə baytarlıq ixtisasını seçirsə, tutaq ki, universitetdə seçir. İnsanlar düşünür ki, yəqin bu az bal yığıb ki, gedib baytarlığı seçib. Nə bilim, çox yığsaydı, nə bilim, gedib hüquq oxuyardı. Axı bu insan bunu sevir, bunu etmək istəyir. Məsələn, şəxsən tanıdığım bir insan var. O heyvanları çox sevir və baytarlıq ona çox maraqlıdır. Yəni bunun həqiqətən bala heç bir aidiyyatı yoxdur. Bir də bəzi insanlar baytarlıq deyəndə, aqronomluq deyəndə, məsələn 30 il, 50 il əvvəlki aqronomluğu, baytarlığı öz gözündə canlandırır. Bəli. Müasir texnologiyanın artıq kənd təsərrüfatında tətbiqi çox belə geniş dəyişikliklər yaradır. Bəli, rəqəmsal kənd təsərrüfatı platformaları var artıq. Məsələn, bizim baytarlıq tələbələrimizin praktikaları olur. Əlbəttə ki, bilirsiniz ki, son kursda praktikalar olur. Mən o praktikalarda özüm şəxsən iştirak etmişdim. Biz orada məsələn qoyunlara iynə vurmuşduq, dərman vermişdik birlikdə. Əslində bu dəstəyi görəndə bu tələbənin özünə də motivasiyadır ki, yəni müəllim bizim yanımızdadır, rəhbərlik bizim yanımızdadır. Bu sahə mükəmməl sahədir. Mən bunu ümumiyyətlə hər onlarla görüşəndə bu sahələrin həqiqətən vacibiyyətini onlara aşılamağa çalışıram və ona görə də bu bizim belə sual altında qalan bir neçə tələbələrimiz axırda yenə də gəldilər, bu bizim baytarlıq ixtisasımızı seçdilər. Bizim o təcrübələrdən olan videolarımızı, şəkillərimizi onlara göstərdim ki, yəni bu sadəcə kişi sahəsi deyildi. Yəni istəyən, maraqlı olan hər kəs bu sahəyə gedə bilər. Yəni bu stereotipdir ki, qadın ancaq bu sahədə çalışmalıdır, bu kişi işidir. Yəni bu doğru deyil. Bu stereotipləri qırmaq lazımdır və biz bunu etmək üçün çalışırıq. Gender mövzusuna toxunmuşkən mən icazənizlə bir sual da verim. Bəzi hallarda, regionlarda biz görürük ki, bəzən qızlar müxtəlif səbəblərdən təhsildən yayınır və ya da oğlanlar da bəzən kənd təsərrüfatında ailəyə kömək etsin deyə təhsildən yayındırılır. Ümumiyyətlə sizin regionda vəziyyət necədir? Ailələrin və şagirdlərin təhsilə meyili necədir və onların davamlı təhsil haqqında düşüncələri necədir? Əslində onu deyim ki, bu regionda, yəni şimal-qərb regionunda ümumiyyətlə bu baxımdan vəziyyət kifayət qədər yaxşıdır. Bu, yəni müsbət haldır. Mən hətta deyərdim ki, o regionda qızlar oğlanlardan da daha aktivdirlər, nəinki təhsildən yayınmaq. Yəni bunu orada gəlib işləyən, çalışan və müşahidəni aparan çox insan deyir ki, məsələn, Zaqatalada qızlar bəzən oğlanlardan daha aktivdirlər. Bu sevindirici haldır. Yəni təhsildən yayınma halları mən sizə deyərdim ki, çox nadir hallarda ola bilər. Amma məsələn bizim kollecimizdə buna bənzər hal bir neçə dəfə baş vermişdi, amma biz bunun qarşısını aldıq. Yəni bu artıq sosial məsuliyyətdir, sosial borcdur. Məsələn, bunun üçün lazımi qurumlar var, dövlət qurumları var. Yəni biz başa salmağa çalışırıq ki, heç kim tək deyil də, hər kəsin təhsil almaq ixtiyarı var və heç kim təhsildən məqsədli şəkildə yayındırıla bilməz. Yəni o tələbənin hüquqları var.
Məsələn, bizdə 2 dəfə belə bir hal olmuşdu və biz bunun qarşısını almışdıq. Yəni gərək insan o məsuliyyəti üstünə götürsün. Yəni mənim nəyimə lazımdır, mən niyə qarışıram demək əvəzinə biraz irəli durmaq lazımdır. Artıq o sənin motivasiya verdiyin, ruh verdiyin insanlar o da gedib sabah belə bir situasiya olanda onun qarşısını alacaq və yenə də bu bir nəfər məsələsinə gedirik. Yəni bu zəncir yaradır. Bu təsir yaradır və bu artıq bir növ yoluxucudur. Ondan ona keçir, bundan buna keçir və sən bir də görürsən ki, sən həqiqətən regionda çox yaxşı bir sosial təsir yarada bilmirsən. Bizim tanışlığımız 2020-ci il qələbəmizdən sonraya dayanır. Sizin sosial layihələrdə iştirakınızla bağlı mən bunu deyirəm. Əmanət layihəsini biz təşkil eləmişdik. Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsi. Siz bizim ilk qoşulan və tədrisə ilk başlayan müəllimlərimizdən biri oldunuz. Və şagirdlərin də təbii ki, sizin haqqında geri dönüşlərdə çox yüksək idi. Dərslərdə çox məmnun idilər. Ümumiyyətlə, bəs bu sosial layihələrdə bu qədər aktivlik, bu qədər iştirak nəyə qaynaqlanır və sizi yormurmu? Enerji mənbəyiniz nədir belə layihələrdə? Məncə mənim belə layihələrdə enerji mənbəyim anamdır. Düşünürəm ki, məsələn, bəzi şeylər insana sonradan qazanılırsa, bəzi şeylər yox, hətta əksərən deyərdim. İnsan əlbəttə ki, genetikadan gəlir. Düşünürəm ki, bu baxımdan yəni anama oxşamışam deyək, biraz çox belə fəallıqda. Məsələn, mənim anam da yəni uzun illər sosial layihələrdə çalışıb, yəni icmalara dəstək göstərmək istəyib, yəni və bunu bacarıb da. Və məslən ən böyük motivasiyam elə öz anamdır. Əlbəttə ki, bunu etmək üçün ana məni heç vaxt məcbur etməyib. Mən ümumiyyətlə, yəni valideynlərimə təşəkkür edirəm ki, bu baxımdan məni daha sərbəst, daha azad böyüdüblər. Yəni ixtisas seçimi olsun, iş seçimi olsun, onlar həmişə mənim fikirlərimə hörmət ediblər və nə istəmişəmsə onu da seçmişəm, yanımda olublar. Mənə məsləhət veriblər. Ona görə də mən də eyni formada bəlkə də istəməyərəkdən bilmirəm. Yəni sadəcə özümü bu sahəyə aid edirəm. Yəni özümü bu sahədə görürəm və bunu həqiqətən sevərək edirəm. Yoruluram, bəli, yoruluram. Yəni əsasən də regionda həqiqətən çətindir, mühit çətindir. İnfrastruktur problemləri olur, düşüncə tərzi problemləri əlbəttə ki olur, iş çox olur, yorulursan. Amma yəni o işin nəticəsini görəndə artıq mən bütün yorğunluğumu unuduram. Yoruluram bəli, amma yenə də yəni sevirəm bu işi görməyi. Yəni əmanət layihəsi də elə bunlardan biri idi. Həqiqətən ki çox yaxşı ki biz əmanət layihəsi vasitəsilə tanış olmuşuq. Biz əmanət layihəsində dərs dediyim şagirdlərlə də hələ də yəni əksəriyyəti ilə əlaqələrimiz qalır. Bu çox sevindirici bir haldır həqiqətən də. Növbəti sualımı bayaq toxunduğunuz bir məsələ ilə bağlı vurğulamaq istəyirəm. Valideyn övlad münasibətləri, xüsusən təhsildə, ixtisas seçimində bəzən müəyyən narazılıqlar, qarşıdurmalar görürük. Bəzi hallarda çox ciddi fəsadlar da olur, bəzi hallarda hətta biz əvvəlki illərdə görmüşük şagirdlərin özünü intiharla yekunlaşdığı hallar da olur. Həm öz təcrübənizdən, çünki siz də abituriyent olmusunuz, tələbə olmusunuz, eyni zamanda təhsil işçisi kimi və direktor kimi bu barədə çox düşünürəm ki, maraqlı olardı sizin yanaşmanız. İndi də ixtisas seçimi dönəmində yayımlanacaq bizim verilişimiz. Əgər ixtisas seçimində valideyn və övladın fikirləri arasında toqquşma varsa, narazılıq varsa, bu necə həll olunmalıdır? Təbii ki, biz bilirik ki, abituriyentlər özləri də müəyyən araşdırmalar nəticəsində, bir tədqiqat nəticəsində hansısa bir ixtisası sevirlər. Amma təəssüf ki, bəzi hallarda biz görürük ki, bəzən araşdırmadan da seçə bilirlər. Valideynlər də heç kim öz övladının pisliyini istəmir. Nə qədər qarşıdurma da olsa, tərəflər yaxşı nəsə əldə etmək üçün, yaxşı ixtisas qazanmaq üçün bu konflikt yaranır. Bəs bu halda problem nədə olur? Bəzən biz görürük ki, valideynlər müasir ixtisaslardan xəbərsiz olurlar. Bu da təbiidir. Ona görə bəzən qorxurlar, deyirlər iş imkanı olar, olmaz. Biz ənənəvi olaraq eşitmişik ancaq hüquq, tibb və s. Ümumiyyətlə bu konflikti necə aradan qaldırmaq olar? Konflikti aradan qaldırmazdan əvvəl, yəni öz şəxsi təcrübələrini mən dayanaraq müşahidə etdiyim bir şey demək istəyirəm və də konfliktin kökü hardadır? Məncə konfliktin kökü daha çox valideynin sosial-emosional vəziyyətindədir. Bizim, yəni cəmiyyətimizdə bu çox rast gəlinən haldır ki, bəzən elə olur ki, tutaq ki, valideyn öz belə deyək də cavanlığında bu ixtisası oxumaq istəyib, amma oxuya bilməyib.
İstəyir ki, bunu öz övladı etsin. Amma bəlkə övlad o sahəni sevmir, amma bəzi hallarda həqiqətən məcbur edirlər. Yəni bu daha çox valideynlərin baskısından və sosial emosional vəziyyətindən irəli gəlir. Və bəzən də elə olur ki, elə abituriyent var ki, dirənir ki, yox da mən bu sahəni oxuya bilmərəm, bu sahəni istəyirəm. Amma indi hər kəs eyni deyil də. Elə abituriyent var ki, dirənə bilmir, bu sahədə gedir və bəzən universiteti yarımçıq qoyur, bitirə bilmir, özünü o sahədə tapa bilmir. Yəni bəzən valideynlər fikirləşirlər ki, məhz mən övladımın gələcəyini düşünüb deyirəm. Amma yəni bəs övladın şəxsi seçimi, onun fikir azadlığı, bəlkə o özünü bu sahədə görür. Elə sizin dediyiniz kimi populyar istiqamətlərə vermək. Məsələn, hansısa abituriyent tutaq ki, çox yaxşı əl qabiliyyəti var, dizayn sahəsinə vermək istəyir. Valideyn deyir ki, sən dizayn bitirib nə olacaqsan, pul qazana bilməyəcəksən o sahədə. Amma bəlkə də öz sahəsində sözün deyin çox yaxşı bir mütəxəssis olacaq bu abituriyent. Mən yenə də düşünürəm ki, bunun qarşısını almaq əlbəttə ki, 100% mümkün deyil, amma bunun üçün müəyyən təsir yaratmaq yenə də ictimai maarifləndirmənin üstünə düşür. Məsələn, biz hal-hazırda bu postkadı misal üçün çəkirik. İstərsəməz bu yayımlananda, buna valideynlər baxanda, buna abituriyentlər baxanda, istərsəməz onda da bir fikir formalaşır ki, əslində mən, yəni seçim mənimdir də, yəni mən seçimimdə azadam. Bəzən dediyim kimi elə valideyn gəlir, özü də tərəddüddədir ki, məsələn, mənim uşağım baytarlığa bəlkə gəlməsin, qızdır. Amma mən həqiqətən o danışığın nəticəsini görmüşəm. O valideynin fikrini dəyişmək olub. İstər-istəməz onun qarşısında danışan insanın da kim olduğu valideyn üçün çox önəmlidir. Ona görə biz ictimai maarifləndirməyə çox önəm veririk. Dediyim kimi tam qarşısını almaq olmasa da ən azından bilirik ki, üstümüzə düşən bu qədəridir, bu qədərini bacarırıq və bunu maksimum etməyə çalışırıq. Ona görə biz uzaq kəndlərə gedirik əslində. Onda belə bir qənaətə gəlmək olar ki, valideyn və övlad arasında ixtisas seçimi ilə bağlı konflikt yaranırsa, İkisi davamlı müzakirələr və yaxud da mübahisələr aparmaq əvəzinə üçüncü tərəfə müraciət eləsələr. Niyə də yox, burada məsləhət ala bilərlər. psixoloqu, təhsil eksperti ola bilər və yaxud da müxtəlif təhsil müəssisələrinin müəllimləri, rəhbər şəxsləri ilə müzakirə olsa, məsələni aydınlaşdırmaq daha rahat olar və artıq tərəflər çox digər tərəfin seçimini qəbul edərkən bunu tam rahatlıqla da qəbul edə bilərlər. Çünki belə olanda, məsələn, sənin dediyin oldu, mənim dediyim söhbət olur da, istərsiniz bunda arada. Bunun yaranmaması üçün neytral bir tərəflə danışıb, neytral bir qərara gəlmək daha məqsəd uyğundur. Bir də əziz abituriyentlərimizə bu tövsiyəni deyək, ümumiyyətlə heç bir halda etik normaları aşmasınlar valideynlərə qarşı. Çünki biz bəzi hallarda görürük, yəni müəyyən jestlər, müəyyən ifadələrlə valideynlərinə qarşı biraz kobud davranışlar sərgiləyirlər. Təbii ki, valideynlər də yəni eyni tövsiyəmiz onlara da aiddir, amma yəni bu seçim dönəmi onsuz da gərgin bir dönəmdir. Hər bir tərəfin gərgin olması, hətta uşaqları hazırlayan müəllimlərin özü də gərgin olurlar. Ona görə də bu gərginliyi nəzərə alıb üçüncü tərəfə müraciət eləmək düşünürəm ki, konfliktin nisbətən yadsıdır. Bir dənə də əslində nümunə çəkim. Mən 3-cü ixtisas qrupuna imtahan vermişdim və 517 balla universitetə qəbul olmuşum dövlət sifarişi əsasında 2014-cü ildə. Yəni 2014-cü ilə görə əslində bu göstərici kifayət qədər yaxşı göstərici idi. Amma 3-cü ixtisas qrupuna hazırlaşmazdan əvvəl, hardasa ondan 1-2 il əvvəl mən ikinci ixtisas qrupuna sənədlərimi vermək istəyirdim. Mən ikinci ixtisas qrupuna vaxtı sınaq imtahanlarına gedirik. Mən bir neçə dəfə sınaq imtahanına getdim. Açığını desəm, məndə riyaziyyat sahəsi bir qədər digər sahələrə baxanda nisbətən zəif idi. Və balım məni çox da qane etmirdi. Məsələn, onda anam mənə demişdi ki, mən səni məcbur etmirəm əlbəttə ki. Amma bir dəfə 3-cü ixtisas qrupuna bəlkə prob edəsən. Çünki sən bu sahəni daha yaxşı bilirsən. Sadəcə imtahan ver, yenə də özün bax, özün seç. Əgər yenə də balın aşağı olsa, yenə də 2-yə qayıdarsan. Mən 3-cü ixtisas qrupuna verdim. Elə ki, ilk imtahandan mənim balım qalxdı və mən onun da 3-cü ixtisas qrupuna keçdim. Yəni məcburiyyətlə yox, əlbəttə ki, qarşılıqlı form, bəli təklif. Onsuz da onun səhv ya da düz olduğunu müəyyən mərhələdə görəcək. Yəni düzdür, insanlar səhv etməkdən qorxurlar. Başa düşürəm, yəni insan çalışır ki, səhv etməsin. Amma o demək deyil ki, yəni səhv etmək olmaz. Yəni o demək deyil ki, sənin ikinci və yaxud da ki, üçüncü şansın yoxdur. Elə abituriyentlər olur, məsələn, ilk imtahanda kəsilirlər, növbəti ilə qalanda istərsəməz motivasiyalarını itirirlər. Yəni bu önəmli faktordur. Və yaxud da ki, tələbə aşağı bal yığırsa, onu danlamaq. Yəni onlar o qədər həssas yaş dövrlərindədirlər ki, yəni onu
yəni valideyn tələbənin, abituriyentin sosial-emosional vəziyyətini istər-istəməz başa düşməyə. Bu qarşılıqlı olmalıdır. Həm abituriyentdə olmalıdır, həm valideyndə olmalıdır. Sizin dediyiniz formada əlbəttə ki, etik normalar çərçivəsində. Amma əlbəttə ki, abituriyent də bir fərddir. Yəni o da öz hüquqlarını bilməlidir ki, mən ixtisas seçimində, yəni məsləhət dinləsin. Əlbəttə ki, məsləhət dinləmək gözəl şeydir. Mən də məsələn məsləhət dinləyirəm, amma yekun qərar özümdür əlbəttə ki. Bu həmişə belə olmalıdır. Digər məsələ ixtisaslarda qazanc məsələsidir. Həm abituriyentlər, həm valideynlər bu məsləhət dönəmində, ixtisas seçimi dönəmində, hətta kodlaşdırma üçün də mütəxəssislərə müraciət edəndə qazanc faktorunu ilk qeyd edirlər. İlk olmasa da bəzən ilk üçlükdə qeyd edirlər. Bu da anlaşılandır təbii ki. Hər kəs işləyirsə, işinə müvafiq də qazanc əldə etmək istəyir. Amma yenə də bir yazılmamış, bir belə deyək də bir qara fikir formalaşır bizim cəmiyyətdə ki, kollec məzunları universitet məzunlarından az qazanır sanki. Təbii ki, praktikada bunun biz əksini görürük. Bəzən görürük ki, peşə məktəbi məzunları daha yüksək nə vacib qazana bilirlər, gəlir əldə edir. Bəzən ümumiyyətlə təhsilsiz belə deyək də şəxslər kollec və universitet təhsili almırlar, şəxsi biznes qururlar, müxtəlif sahədə fəaliyyət göstərirlər. Ümumiyyətlə qazanc təhsil müəssisəsindən birbaşa asılıdırmı? Bu şəxsi keyfiyyətlərdən asılıdır. Maaş hansı ixtisaslarda daha yaxşı ola bilər? Bayaq qeyd etdiyiniz məsələn baytarlıq və yaxud da aqronomluq, kənd təsərrüfatı ixtisasları. Təbii ki, onun paytaxtda gəlib işləmək o qədər də olmayacaq. Çox az hallarda ola bilər. Əsasən bu regionlarda var. Bəs bu ixtisasların, regionlarda mövcud olan ixtisasların ümumiyyətlə qazancı necədir və mən bu sualı xüsusən bizi dinləyən abituriyentlər üçün səsləndirirəm ki, onlar həvəslənsinlər və xüsusən də regionda yaşayan abituriyentlər gəlib Bakıda çox abituriyentin seçdiyi ixtisası seçib, sonra iş tapmaq ərəfəsində çoxluqla qarşılaşmaq əvəzinə həmin o boş yerləri seçib daha uğurlu ola bilərlər. Tövsiyələriniz necədir? Əslində iş tapmaq və ya da ki, qazanc əldə etmək məsələsi yenə də burada qayıdırıq bacarıq məsələsinə. Yəni dediyim kimi işə götürən yaxşı diploma baxdı, diplomu qoydu kənara. Əlbəttə ki, yenə burada bacarığa baxır. Bəli, mən də tərəfdarıyam ki, tələbə abituriyent ixtisas seçimi edəndə əlbəttə ki, bu ixtisasın gələcəyinə mütləq şəkildə baxmalıdır. Ki, bu ixtisasın gələcəyi varmı? Bu sahədə mən yaxşı gəlir əldə edə bilərəmmi? Bu hamımız üçün önəmlidir. Amma o ki qaldı, məsələn, daha çox regionda mövcud olan ixtisaslara, orada tələb olunan ixtisaslara əlbəttə ki, ehtiyac var. Məsələn, xırda bir nüansı qeyd edeyim. Daha əvvəl də qeyd eləmişdim ki, məsələn, mən daha əvvəl bir beynəlxalq təşkilatda çalışırdım. O beynəlxalq təşkilatda çalışanda region inkişafına yönəlmişdik. Bizə məsələn regiondan mütəxəssislər lazım olurdu. Baytarlar lazım olurdu. Bu sahədə çalışacaq olan könüllülər, icmada çalışacaq könüllülər lazım oldu. Əlbəttə ki, biz bu insanları regionlardan axtarırdıq. Yəni bu demək deyil ki, regionda buna ehtiyac yoxdur və ya da ki, potensial yoxdur. Yəni mən ümumiyyətlə düşünürəm ki, insan hər sahədən az-az ora-bura qaçmaqdansa bir şeydə özünü mütəxəssisləşdirsin. Və mən tutaq ki, deyəndə ki, mən aqronom axtarıram. Mən indi istərsəməz hər sahənin də xırda bir detal olur da. Məsələn, sırf heyvanın bu xəstəliyini bilən, nə bilim, bu sahədə mütəxəssisləşən yaxşı baytar axtarıram. Məsələn, desinlər ki, hə, bu dürrədir, nə bilim, və yaxud da ki, filan kəsdir. Ona görə də öz sahən üzrə o dərin biliklərə yiyələnmək mənə görə çox önəmlidir. Nəinki, yəni özünü belə bilmədən hara gəldi qaçmaq, elə bu sənə qazandırmağa əslində kifayət edir və yaxud da ki, olduğun sahədən əlavə nəsə bir çıxarmaq. Məsələn, öz təcrübəmdən deyim, mən bakalavr oxuyanda, yəni sahəm təhsil idi. Bizdə araşdırma mövzuları da əlbəttə ki, xırda-xırda olurdu. Məsələn, mən orada tələbələr tutaq ki, bəzən sərbəst mövzular hazırlayırlar, sərbəst iş hazırlayırlar. Məsələn, mən onlara araşdırma etməyə kömək edirdim. Əlbəttə ki, bundan qazanırdım. Yəni əslində həm işləyirdim, həm oxuyurdum, belə deyək.
belə remote tipli işləməyə bənzəyirdi. Sonra bitirəndən sonra tələbələrə artıq mən bakalavr, magistr dissertasiyalarının belə araşdırmasını etməyə kömək edirdim. Yəni öz sahəndə oxuyursan, amma onun içindən öz bacarığına uyğun olan nə isə çıxara bilirsən. Tutaq ki, mənim araşdırma bacarığım yaxşıdır, düzdür. Mən niyə bunu pula çevirməyim? Misal üçün, tutaq ki, mən ingilis dilində yaxşı danışıram. Mən niyə bunu pula çevirməyim? Tutaq ki, bir komponenti götür. Məsələn, bakalavr təhsilimi Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə almışam. Yəni bunu pula çevirmək məsələsindən danışıram. Tutaq ki, mənim ingilis dilində danışığım çox yaxşıdır. Məsələn, deyək ki, düzdür. Məsələn, əmək bazarında bir çox ingilis dili müəllimi var. Səni fərqləndirən nədir? O yolu tutmaq lazımdır. Bu çox önəmlidir. Tutaq ki, o sahənin özünün də dərin komponentləri var da. Məsələn, ingilis dilində özünüz bilirsiniz 4 dənə komponent var: dinləmə, oxuma, yazma, danışma. Tutaq ki, mən danışma sahəsində özümü daha yaxşı görürəm. Çünki danışmaqdır, aksentdir, bunları kifayət qədər yaxşı bacarıram. Məsələn, mən təklif edirəm ki, mən sənə sırf yaxşı danışmağı, yerliləri başa düşəcək formada aksentlə danışmağı öyrədə bilərəm. Məsələn, ola bilər ki, qrammatikanı başqa bir kursda öyrənsin, başqa müəllim ona öyrətsin. Amma mən ona danışıqdakı mənim fərqimi başa salmağa çalışıram ki, mən sənə bunu daha fərqli formada öyrədəcəm. Və istərsəməz bu, yəni tələbə cəlb edir. Yəni bunu da praktikada keçirmişəm və bu sahə həqiqətən mənə yaxşı gəlir qazandıra bilib. Yəni mən indi özümdə də elədim. Məsələn, mənim heç vaxt bir işim olmayıb. Həmişə əlavə, remote olsun və s. əlavə formada işlər görmüşəm. Yəni bacarığı gəlirə çevirmək önəmlidir. Diplomu gəlirə çevirməkdən daha çox önəmli şey. Yəni belə dırnaq arasında bunu xüsusilə vurğulamaq istəyirəm. Bacarığı pula çevirmək lazımdır. Diplom hamıda var, amma bacarıq xüsusidir. Bəli, bacarığı gərək inkişaf etdirək. Çox gözəl. Bir də siz nitqinizdə bir neçə dəfə icmalar haqqında danışdınız. Bu icma nədir? Yəni paytaxt abituriyentləri, valideynləri üçün o qədər məşhur bir ifadə deyil. Amma regionlarda var. İcma nədir? İcmalara qoşulmağın şagirdlərə, tələbələrə faydası nədir? Könüllülərə faydası nədir? İcma, belə deyək də, daha çox bir qrup olaraq nəzərdə tuta bilərik. Amma icmaların əlbəttə ki, kateqoriyalar var. Tutaq ki, qadınlardan ibarət icma ola bilər, tələbələrdən ibarət icma ola bilər və yaxud da ki, ümumilikdə region icması ola bilər. Tələbələr üçün müsbət tərəfi nədir? Dediyimiz kimi, məsələn, biz tələbələrlə bir çox kollecin artıq sosial tədbirlərini həyata keçirmişik. Və bu tələbələr community involved, yəni icmanın da içinə daxil olduğu tədbirlər olur. Bu tələbələrə əlbəttə ki, nə yaradır? Sosiallaşma bacarığı, özünü ifadə edə bilmə bacarığı. Məsələn, elə tədbirlər olur ki, biz orada tələbələrin dəstəyindən istifadə edirik. Məsələn, hansı tələbə aparıcı olur, hansı tələbə şeirdir, təşkilatçı olur. Təşkilatçı olur, bəli. Bu ona nələrsə qazandırır. Hardasa müəyyən qədər könüllülük fəaliyyəti kimi. Məsələn, bir nümunə deyim, biz deməli bir bədii kompozisiya təşkil etmişdik bizim kollecimizdə. Orada bu bədii kompozisiya Mikayıl Müşfiqə həsr olunmuşdu. Mikayıl Müşfiqi tanıtmağa həsr olunmuşdu, onun şeirlərini öyrənməyə. Məlum məsələdir ki, bizdə cəmiyyətdə, icmada, ümumiyyətlə insanlar çox vaxt şeir deməkdən çəkinirlər. Elə insan var ki, şeiri sevsə belə onu sevdiyini gizlədir. Məsələn, mən çox şeir sevirəm. Şeir deməyi də sevirəm, dinləməyi də sevirəm. Məsələn, orada mən ilk başda tələbələrə belə daha çox motivasiya olmaq üçün özüm şeir dedim. Və artıq mən şeir deməyə başlayandan sonra belə bütün tələbələrin bir növ ürəyi açıldı və onlar da şeir deməyə başladılar. Əslində bu da icmadır. Yəni müəyyən bir qruplar bir araya gəlir, nəsə bir sosial bir fəaliyyət yaradır, bir fəaliyyət yaradır və o da o tələbənin aktivliyi, yəni o tələbə artıq orada motivasiya olur. Yəni özünü ifadə etməkdən qorxmur, çəkinmir, nədənsə utanmır. Yəni çox xırda bir şeydir. Amma əslində bu tələbənin çox belə həyatına bir təsir edə bilər. Məsələn, bizim qənaətə gələ bilərik ki, üzr istəyirəm. Biz hər şeyi dərsdə öyrənmirik. Dərsdə müəyyən akademik bilikləri öyrənirik, müəyyən bacarıqları öyrənə bilərik və yaxud da öyrənsək də tətbiqini biz dərsdə bütün tələbələr üçün əlçatan deyil. Limiti var və s. var. Ona görə də dəyərli tələbələrimiz könüllü şəkildə bu fəaliyyətlərə qoşulsalar, həm biliklərini tətbiqi şəkildə icra eləyəcəklər, həm özlərini təsdiq eləyə biləcəklər. Eyni zamanda öyrənmiş olduğu, aldığı biliyin əhəmiyyətini görəcəklər və bu daha çox bilik öyrənməyə də bir qapı açacaq. Məsələn, bizdə bir tələbə var idi, o mənə yazmışdı ki, bəs müəllimə, mən sizə çox təşəkkür etmək istəyirəm. Bəs mən həmişə belə sosial tədbirlərə, digər tələbələrdə görürdüm, özümdə qatılmaq istəyirdim, amma həmişə utanırdım. Siz mənə çox motivasiya elədiniz bu tədbirlərə məni belə dəvət etməklə. Bizim o tələbəmiz artıq bütün sosial tədbirlərdə iştirak edir. Biz
müxtəlif kampaniyalar da eləmişik. Məsələn, gül əkmə kampaniyaları eləmişdik. Məsələn, gül əkmə kampaniyası olanda mən çağırdım aqronom qrupları ki, siz aqronomsunuz, düzdür, bilirsiniz də. Gəlin siz bizə öyrədin, görüm necə əkməliyik, torpaq necə qazılmalıdır, bu bitki bura necə bastırılmalıdır. Nəzəri bilimi praktikaya bəli, keçirilməz. həm praktika, orada tələbə bir çox şey öyrənir. Həm nəzəri biliyi praktikaya keçirir, həm nə bilim sosiallaşır, insanları tanıyır, bir çevrə qazanır. Yəni icmanın əslində gücü, rolu çox böyükdür. Əla, çox təşəkkürlər. Vaxtımız da çox sürətli keçdi. Mövzular çox maraqlı oldu. Son olaraq ümumilikdə təhsil alanlara, təhsil təbii ki, indi bu gün ömür boyu təhsil anlayışı var. Hər kəs özünü davamlı inkişaf etdirir. Ümumi tövsiyəniz nədir izləyicilərimizə? Fərdi inkişafla bağlı, təhsillə bağlı. Təhsillə bağlı əsas tövsiyəm ondan ibarət olardı ki, yəni bacaracağınıza inandığınız şeyin mütləq şəkildə arxasınca gedin. Məsələn, mən də xaricdə təhsilə gedəndə qarşıda dayananlar olurdu. Hətta regiona belə gələndə belə dostlarım, çevrəm çox inana bilmirdi ki, necə ola bilər ki, sən regiona gedirsən, getmə, nə bilim və s. Amma yəni gedəndən sonra həqiqətən mən bunun təsirini gördükdən sonra artıq yəni o qədər öz seçimimin nə qədər doğru olduğuna əmin oldum və bu məni həqiqətən xoşbəxt edir. Ona görə də həqiqətən məsləhətim o olardı ki, yəni insanların fikirləri həmişə dəyişir, həmişə müxtəlif olur. Hətta bir insanın sizə dediyi fikir belə zamanla dəyişir. Yəni bunu təcrübəmdə görmüşəm. Ona görə də insanlardan məsləhət almağa çalışın. Bu gözəl bir şeydir. Amma yekun qərarı həmişə özünüz verin və əminsinizsə ki, siz bunu bacaracaqsınız, bunu istəyirsiniz, mütləq şəkildə onun arxasında getmək lazımdır. Yəni bu yolun əlbəttə ki, doğru yol olduğuna əmin olduqdan sonra. Çox təşəkkürlər. Dəyərli vaxtınızı ayırdınız və təcrübə və biliklərinizi bizlə bölüşdünüz. Dəyərli izləyicilər, təbii ki, verilişlərimiz davamlı olacaq və bizi izləməyə davam edin. Növbəti görüşlərə qədər.